Salamlar hər birinizə əziz şagirdlər. Bu günləri sizlərə 15 mart buraxılış imtahanı 11-ci siniflərin suallarına baxacaq. Birinci sualda deməli müxtəsər maddəsi 5a-4, 5a plus 4-ü tətbiq edirik. 5a plus 4-ləri gedəcək, qalacaq 5a-4. Sonra keçid eləyək 62-ci suala. Deyir ki, olarsa f-ci tapın. Bilirik ki, aparıb yerinə yazırıq. Olur 2 vurulsun 3, üstə gəl 3. 3-ün kvadratı plus 2. Aşağı hissəmiz eləyir 11, yuxarı hissə eləyir 9. Olur 11-də 9, E variantı. 63-cü sualda trapesiyanın sahəsi oturacaqları cəminin yarısının hündürlüyə hasili olur 6. 6-ın 6-ya vururuq, eləyir 36. 64-cü sualda çoxluqları vermişdi. A fərq B. Baxırıq ki, 2 var, 3 yoxdur, 4 var, 5 yoxdur, 6. Oldu 1, 5. Bircə dəqiqə. 3 də 1, 3, 5. D variantı. Sonra keçid edək 65-ci suala. 65-ci sualda deyir ki, çox ədinə vuruqlara ayırın. 12-ni çıxardır, olur A kvadratı, 12A-nı daha doğrusu A kvadratı minus 2. A minus 2. 12A-nı çıxartdı, A minus 2. 66-cı sualda ifadəsini bu bilirik ki, 4 faktorial plus 3 faktorialdır. 4 faktorialımız 1-dən 4-ə kimi 1 vur, 2 vur, 3 vur, 4. Bu eləyəcək 24. Bu da 6. Eləyəcək 30. 66 elədik, 67. Deməli, ədədlərinin işarələrini müəyyən edin. Kosinus 271 3-cü rübdür, mənfidir. A mənfi. Tangents mənfini qarşıya verir. Tangents 187. Deməli, 187 3-cü rübdür. Tangents müsbətdir. Amma qarşısında nə var? Mənfi var. B-də nə olacaq? Mənfi. A mənfi. B-də mənfi. D variantı. Sonra keçid edək 68-ci suala. Deməli, 16. Bu burada yaxşı düşməyib. Vurulsun da yəqin ki, toplanılır qüvvət üstləri. Olur 16 üstünə 0.5. Bu da nə deməkdir? Kökdə 16 deməkdir. O da 4 çıxır. 69-a düzbucağın diaqonalları sayını tapın. 2 dənədir. 70-ci sualda A, B çoxluqları üçün A, B-yə daxildir. NA 9, NB 4-dür. B-aya üzr istəyirəm. Deyir, A çoxluğunun təsadüfi seçilmiş 2 elementin A fəri B çoxluğuna daxil olması. Baxın, bu A-dır, bu da B-dir. B-də 4 dənədir, A-da 9 dənədir. B fərqi A-da 5 dənə element qalır da. Deməli, deyir, təsadüfi seçilmiş 2 elementin A fəri B çoxluğuna daxil olması hadisənin ehtimalı. 5-dən 2 seçirik, bir də neçədən? Bu ümumidən. Neçədən elementdən seçirik? 9 elementdən ikisin. 9-dan 2-yə hesablayın. 9 vur 8, 1 vur 2. 72. Yuxarıda da 5 vur 2, 5 vur 4, 1 vur 2. Bu deyilir 10. 10-da 72. İxtisar eləsək buradan. Eləyəcək nə? Eləyəcək, deməli 36, bu da 5. 36-da 5. Bircə dəqiqə. Burada A çoxluğundan təsadüfən seçilmiş 2 elementin A fəri B çoxluğuna daxil olması hadisəsinin ehtimalını. A çoxluğunda 9 dənədir. 9-dan 2 seçdik. 9 vur 8, 1 vur 2. Burada 36. Üzrü sayın uşaqlar. Burada 36. İxtisar eləyəndə yaddan çıxıb. 18-də 5 olacaq. 71-ci suala baxaq. Deyir ki, 4-cü evdə yerləşən A nöqtəsindən A çoxluğuna qədər olan məsafə 4. Baxın. A nöqtəsidir. A nöqtəsindən A çoxluğuna qədər olan məsafə 4, mənfi 4-dür deməli. Oradan çoxluğuna qədər olan məsafə 6. Bu da mənfi 6. Mənfi 4, mənfi, amma 4-cü rübdür. 3-cü rübdən çəkmişik. Bircə dəqiqə. 4, mənfi 6. 4, mənfi 6. Bircə dəqiqə. 4-cü rübdəki A nöqtəsindən A çoxluğuna qədər olan məsafə 4. Bu A çoxluğuna qədər olan məsafə 4. Deməli, oradan çoxluğuna qədər olan məsafə 6-ya bərabər A nöqtəsinin koordinatları olur 4. Bircə dəqiqə. A çoxluğuna qədər olan məsafə bura 4-dür, bu 4-dür.
Oradan toxuna qədər olan məsafə 6. 6 mənfi 4. 6 mənfi 4. C variantı. 72-də ABC üsbucağında bucaq C 90 dərəcə. Kosinus alfa vır tangens beta. Kosinus alfa nədir? A-nın bitişiyin hipotenüsə nisbəti. Tangens beta nədir? Qarşıdakının bitişiyə nisbəti. Olur A kvadratı BC. B variantı. 73-də kosinus 20 dərəcə A olarsa sinus 10 dərəcəni tapın. Aha. Sinus 10 dərəcə. Kosinus 20 dərəcə bərabərdir. 2 sinus bir dəqiqə. 1 çıxılsın 2 sinus kvadratı 10 dərəcə. Belədir. A bərabərdir. 1 minus 2 sinus kvadratı 10 dərəcə. Buradan 2 sinus kvadratı 10 dərəcə bərabərdir A. Bircə dəqiqə 1 minus A. O deyilir 1 minus A bölü 2. Buradan sinus kvadratından o da köşü salı 1 minus A bölünsü 2. D variantı. 74-cü sualda oturacağının perimetri 15, yan teli 9 olan düz prizmanın oturacağının perimetri. Yan səthin əsası nədir? Oturacağının perimetri burasının hündürlüyü. 15 burasının 9, 135. 75. Deyir, uzunluqları 500 və 300 metr olan iki tuneldən birincinin son nöqtəsi ilə ikincinin başlanğıc nöqtəsi arasındakı məsafə bir dəqiqə. Birincinin son nöqtəsi ilə ikincinin başlanğıc nöqtəsi arasındakı məsafə 15 kilometrdir. Uzunluğu 200 metr və sürəti 64 km/saat olan qatar birinci tunelə girməyə başladığından neçə dəqiqə sonra ikinci tuneldə tamamilə çıxar. Deməli, uzunluğu 200 metr və sürəti 64 olan qatar birinci tunelə girməyə başlandığından. İndi bu 500 metr gedəcək. 500 metr nədir? 1 metrimiz 1 kilometrimiz 1000 metrdir. 0.5 kilometr. Deməli 15 üstəyə 0.5. Üstə gəl. Bu indi 300-də əlavə bu necə çıxacaq? 200 metrdə özü çıxmalıdır. Yəni 0.5 500 metr yanacaq da. Bu deyilir 16 kilometr. Deməli 64 kilometri 1 saata gedir. 16 kilometri 4 dəfə azalda 1 saatı böləcək 4-ə olacaq 15 dəqiqə. 76-cı sual. Tənliyin kökləri hasilini tapın. Tapaq. Deməli, bu 3 olması üçün loqaritma 2 əsasının 8 olmalıdır. Düzdür? Loqaritmalar gedir. Loqaritma 2 əsasından kvadrat x kvadratı, loqaritma 2 əsasından x-in kvadratı çıxılsın 3 loqaritma. Bu t ilə əvəz olunacaq. T ilə əvəz eləyək bunu. T kvadratı minus 3t plus 4 bərabərdir 8-dir. T kvadratı minus 3t minus 4 olur. Çünki 4-dən 8-ə çıxacaq. Olacaq köklər 4 və -1. Nəyə əvəz eləmişdir? Loqaritma 2 əsasından x-i. -1-nə əvəz eləyəndə olur 2-də 1. Deməli, 4-dən əvəz eləyəndə isə olur x neçə? 16. Kökləri hasil eləyəcək 8. Keçid eləyək 77-ci suala. Bərabərsinin tam həlləri cəmini tapın. Köklərimiz 7 və -1-dir. Kiçikdir olanda arası olur. -1 və 7 arası. Və o da olacaq nə? Deməli 0, 1, 2, 3, 4, 5, 6. 1, 2, 3-ün cəmi eləyir 6. 4 də gələndə üstünə 10. Bu da 11. Olacaq 21. Tam həllərinin cəmi bizdən istəyirdi. -1-i qoya bilməyəcəkdi onsuz da yerinə. 78-də deməli bu 2 eləyir. 7 8 gəldi 9. 9-dan nə çıxdı? Deməli 3 çıxdı. Loqaritma əsasının 3-dən nə olur? 1. 2 gəlir. Bu onsuz da 16 eləməli idi. 16-dan nə çıxır? 4 çıxır. 2 əsasından 4-ün də cavabı nədir? 2-dir. Ətraflı sualların izahı da birazdan paylaşılacaq.